Ama istersen ikimiz de burada kalabilirdik da yani problem yok. Değil mi? Rahat yanımda da yer var da ben. Niye de olmasın? Niye de olmasın? Niye? Niye de mənə elə baxırsan? Gəlib belə deyib qoluma yadıma sarılasan belə burada belə o deyib beləsin. Niyə də olmasın? Mən xalqın kişilərindən əskiyəmmi? Sən mənə da ana doğub da. Salam verək də bizə. Mən qısqanıram. Sən salam. Belizan, yox, mən göstərmirəm. Belizan, necəsən Belizan? Ay, sağ olun. Heç nə. Çox bəyəndim. Hə, Belizar, Veli, sizə salam verən gəmi kapitanı idi. Yəni incizdən mən sizə deyim. Tanki, yəni prosta tarixində şey üzün göstərə bilmirəm. Mən amma kişiyəm, üzümü göstərə bilirəm. O verəmədi, mən verdim. Gördüm. Kişiliğini görürüm. Canımsan. Adın nədir? Hardan tanışırsınız? Bir tanışıyaq sən. Bir baxın. Mən kişiyəm, Kürdəmir rayonundanam. Sən kişisən Kürdəmir. Kürdəmirin bir nömrəli kişisi sənsən. Bəli. Belə deyək ki, Kürdəmirimizdə çox kişilər var, maşallah olsun, verici. Amma mən sənə görə uyğunam da, əsl kişi mənəm. Sizə görə əsl mən, perspektiv olaraq mənəm. Prestijlə olan mənəm. Sizə görə uyğun. Uyğunluğumuz var da. Perspektiv olmaq lazımdır da. Sizlə mən bir yerdə uyğunluq söhbəti var da. Ay, uyğunsunuz. Deyəm, mənim tərcihlərim aktivdir, siz də pasiv oxşuyursunuz. Oo. Kusura baxmayın. Yəni mənim tərcihlərim Arifdir. Siz də bildiyiniz Perihansınız. Kürdəmirin bir nömrəli Perihanı. Allah'ın cezası az. Bu neydi az başıma geldi. Oo, neler dedi gördün mü? Elimiz... Az bu kişilere ne olur? Buyurun, Azərbaycan kişisi. Kürdəmirdəndir. Gənc oğlandır. Qəşəng də bir oğlandır. Azərbaycan kişisi. Azərbaycan oğlu. Evlilik təklif edir. Kimə? Kimə edir evliliyi? Təbii ki, mən deməyəcəm kimə, özünüz gördünüz, şahid oldunuz. Niyə görə belə Azərbaycan kişiləri bu qədər cılızlaşdı? Niyə görə Azərbaycan kişiləri, təbii ki, bunu hamıya şamil etmirəm, bəzilərinə. Bəzilərinə deyəndə ki, sübut, əyani sübut. Canlı yayımda bir var, gizlin bir məqamda hisslərini, istəyini, arzusunu bəyan etsin. Özünüz gördünüz ki, canlı yayımda deyir ki, mən səninlə evlənmək istəyirəm, qolumun üstünə başını qoyarsan, haranı qoyarsan, haranı qoymazsan, izah edir. Gənclik hara gedir? İllər bundan əvvəl insanların içində bir utancaqlıq var idi, bir çəkinmək var idi. O, təbii ki, dünyaya gələn oğlanlarımızın şəxsiyyət vəsiqəsindən onun cinsiyyəti yazılanda yazılır kişi cinsidir. Baxmayaraq onların şəxsiyyət vəsiqəsində kişi cinsi yazılıb, onlar öz hərəkətlərinə, öz düşüncə tərzlərinə, dünyaya baxışlarına, etdiyi hərəkətlərlə özlərini sübut etmək istəyirlər ki, mən əsl kişiyəm. İndi artıq az halda onlardan onu gözləyirik. Heç sübut etməyə həvəs də göstərmirlər. Arzu, istək göz qabağındadır. Yazıqsız kişilərimiz, etməyin bunu bəziləri.